Təzədən yenə bir dənə, təzədən yenə keskinə. Yəni fikirləşmə ki, Nə bax? vay, ay, məsələn, mən bunu belə elədim, Zəhra. alınmadı, yanlış yoldayam. Danış. Vaz keçmə. Yaxşı, məqsədin olsun. Mən bunu ən gözəlini edəcəm. Çünki mən bunu bacararam deyirəm. Hamıya, yəni, tək bu işə deyil, tək bu düşbərədən getmir. Ümumiyyətlə həyatdakı qarşınıza çıxan bütün problemlərdən, bütün hər şeylər. Bilin ki, insan fərqi yoxdur. Burada əziyyət çəkirsənsə, burada nəticə əldə etmirsənsə, əmin ol ki, başqa yerdə Allah səni ucaldacaq. Bundan o qədər əminliyinə deyirəm ki, bunu şəxsən mən deyirəm. Əminəm ki, Allah başqa yerdən insanı başqaca ucaldır. Hamıya da yəni onu deyirəm ki, vaz keçməyin. Məqsədiniz yəni, powerlıqda alınmırsa, düşbərə ilə alınmırsa, demək ki, bəlkə şirniyyatdadır, bəlkə nə bilim, tamam bambaşqa bir yöndədir. Amma ki, bunu öyrənməyin sənin üçün ziyan deyil. Sabah ana olacaqsan, bir evladın məsələn anası olacaqsan, məsələn ailədə öz belə deyim də ailə üzvləri üçün o yeməyi bişirməlisən də onsuzdur. Bilməyin özün üçün yaxşıdır. Nə qədər də professionallaşsan, o qədər xeyirlidir.